Gəlin bağlamamı baxaq. Hər kəsə salam. Yeni bir vlog başlayıram. Nə vaxtdan da vlog atmırdım, çünki bu Temun bağlamasının gəlməyini gözləyirdim. Əslində çoxdan gəlib, çoxdan yəni bu videonu çəkmişəm, amma bir türlü montaj eləyib qutara bilmirdim. Həm də çox qısa alınmışdı. Dedim biraz uzun olsun. Ondan sonra çəkib sizlərlə paylaşaram. Şəxsən indi 21 dəqiqəlikdir. Görək axırda neçə dəqiqə bundan qalacaq. Makyaj masamın qabağı üçün belə bir balaca ayna vurmuşdum, amma gözlədiyimdən də çox balaca gəldi. Və bu işığı vloqları çəkərkən qaranlıq düşürdü. Ona görə belə bir işığı vurdum, amma bunun da çox işığı fərqlənmir. Yəni həm də tez zərərətqısı bitir. Ona görə gərək tez-tez mən bunu zərərətqəyə qoyum. Bilmirəm belə fərq bilinir ya yox. Bir çox vloqumu yəni bununla çəkmişəm. Əgər fərq bilinirsə mütləq yazın. Bu iki dənəsi mənim deyil idi deyə bunları açmadım. Bir başqasının idi. Həm də bayaqca göstərdiyim işığın içindən öz adapterdə çıxırdı. Bir də bu iki dənə gül. Bunu indi əsas axırda sizə göstərmişəm. Yəni necə görsənir. Burada tam göstərə bilmədim. İstədiyim kimi də gəlmədi. Həm də belə çıxırdı içindən. Düzdür, bağlayıb qoymaq olur, amma tam da necə deyim sizə ürəyimcə olmadı. Mən belə bir şey gözləmirdim. Şəkildə çox fərqli düşürdü, böyük görsənirdi. Bir də bu uşaq üçün belə bir kitab formasında oyuncaq deyək. Çünki qıcıqcalı səslər də çıxardı. İçində klonka var deyə. Amma çox da bəyənmədi, yəni. Çox da oynamadı onunla. Əsas gəldik mənim səbirsizliklə gözlədiyim o məhsula. Güzeldir. Biraz bu hissəsində qaralıq var, amma süper. Yaxşıca yudum hər tərəfinə. Necəmin yağa bunu hissə dolduraq. Bəs buraya içimi qoy, tam doldurmayım ki birdən daşar. Dolduranda qıraqlarına da çıllandı. Getirməm var da silin bu hissələrini. Amma belə qəşəng görsəndə. Bunun da içində biraz qaldı. Qoyaram şkafa. Bunun içində qutardıqca tökərəm bunun üstünə. Amma qəşəng görsəndi. Çünki bu butulka biraz burada yaxşı görsənmirdi. Bu qəşəngdir. Balaca, xudmanı qəşəng. Demək olar ki 1 litrə kimi tutur da. Neçə millidir? 1000 millidir. Demək olar ki 1 litrə kimi tutur. Buralar da belə. Qablar da yuyub bura qoydum. Bunu içinə təmizlədim. Asaq buradan. Bilmirəm niyə-dirsə tem bağlamalar dəhşət çox gecikir. Mən bu masalkaları bir də şampunu tökmək üçün bir qaba vurmuşam. Belə yaxşı görsənmirdi, balacadır. Ona görə yekə bir dəst şəklində həm masalkaları qoymaq üçün, həm şampun tökmək üçün bir dəst vurdum. İndi gələk bu güllərə. Mən bu gülləri tam da gözlədiyim kimi gəlmədi. Çünki mən bunları belə, necə deyim sizə, bu hissələrində də güllər gözləyirdim. Amma belə düz gəldi də. Həm də bunun belə figurası çox bərbaddır da. Gəlir belə düz, əyilir. Baxın, çox da yaxşı görsənmir. Amma bu ona nisbətən daha yaxşıdır. Və telefonda çox böyük düşür. Əslində canlıda belə deyil. Belə böyük görsənmir. Bunları da qoyun bura, televizorun yanına. Baxın, televizorun yanına belə bir qarış olar, bir qarış da belə deyək. Amma bunun bir damcı hissəsində bu tutur. Belə. Bunu da bura qoyum. Baxın, bu burada pis görsənir. Belə əyri görsənir. Tam da istədiyim kimi deyil, yəni. Tam da istədiyim kimi görsənmir.
Bu ona nisbətən biraz belə düzdür. Amma bu eğridir. Baxın, belə gəlir, eyilir. Eyb yox, qalsın. Bayaq buralarda toz soranladım. Qəşəng divanın üstündə yığışdırdım. Onu da orada yatızdırmışam, yatsın. Kızlar, sizə mən təmizlik vlogu söz vermişdim ki, təmizlik vlogu gələcək, amma inanın ki, ştativ gəlib hələ də çıxmayıb. Yazılıb orada 13 iyuna kimi gələcək, amma mən onu keçən vlogumda vurmuşdum. 2 həftə bundan qabaq demək olar ki, vurmuşam onu, amma gəlib çıxmayıb hələ də. Bilmirəm niyə. O gəlsin, mən onu qəşəng qoyum ki, belə bilmirəm telefonu hara qoyub sizlər üçün, yəni rahat bir vlog çəkim, təmizlik vlogu çəkim. Şkafların içini təmizləmək istəyirəm, mətbəx mebelinə, paltarları. Ona görə gözləyirəm ki, bir əsas o ştativ gəlsin. Yerimiz də hazırdır. Düzdür, burada az da elə pişdikcə yedliyə az qaldı. Təzədən çay da dəmlədim. Bir stəkan çay içək. Biraz belə də. Nəhrəyə dönüb balaca qədər. Hə qızlar, deməli mən burada doğru hazırlayıram. Şimdi çox da çıxdım. 3 dənə yarım litlik banka ehtiyacına 3 yarım litlik banka tökdüm bura. Yarım litlik de yoxsa 70 qramlıq tən yarım litlik olar banka 3 banka tökdüm bura. Üstünə də 3 bankada onunla bir yerdə su tökdüm. Elə qarışdırdım. Burada da göyərtilər doğrayıb hazır qoymuşam, özüm üçün əlavə edeyim bura. 1 yumurta, 2 qaşıq un, biraz da ki yumru düyü əlavə etdim. Yavaş-yavaş da qaynamaq istəyir hətta. Xırda-xırda köpüklər çıxır. Mən də göyərtisini də əlavə elədim. Qoyum pişsin. Əslində mən göyərtisini çox xoşlamıram, ona görə biraz belə az tökdüm. Çünki çox göyərti məncə doğanın dadını öldürür. Yemeğimi de hazırladım. Doğamı da hazırladım, koydum. Makyaj kutumdan kalmıştı bura. Bunlardan 10 dənə idi. Buraya yerləşəni yerləşdirdim. Qalanı isə hicablarımı yığdım. Onu içinə buraları boşaltdım. Bunları koydum bura. Bunun için təmiz boşaltdım, silim. İndi bunları da ütüləyim, hazır qoyum çora. Sonra elə yerə gedirəm ki, məsələn ütüləməyə vaxtım olmur. Daha bir dəfəlik hazır olsun. Burada elə hicablarım var ki, məsələn gec istifadə edirəm və yaxud da istifadə eləmirəm. Bunları da ayrım bir qoyum hamısını. Bəlkə istifadə eləmədiklərimi yığıb qoydum bir kənara. Bunlar isə qalsın. Bunları belə sərgi ilə düzəltdim. Burada çox istifadə eləmədiyim şərflərdir. Burada qolçaqlar, burada qısa hicablardır, burada da boynelərdir. Buradakı qolçaqlara bu yox, bunun altında rəngbərəng olanlara 7 dənə rəngli temadan vurmuşdum. Deyəsən 7'si bir yerdə
4-5 manat idi, yoxsa 3 manatsa belə qəşəng endirimə düşmüşdü. Mən dedim nə yaxşı, yəqin yaxşı bir şeydi, amma çox da bəyənmədim. Biraz barmaqlıdır belə deyək. Biz bu hissələri tez zay olur. Bunu deyəsən elə 1-2 dəfə taxmışam, ipləri tez zay olur. Ona görə bunu çox da bəyənmədim. Bu da gelen akşam sürprizim. Teşekkürler. Hə qızlar, istəyirəm burada sizlərlə bir qısa söhbət edim. Təbii ki də qabları Faberlic'in bu gözəl məhsulu ilə yay. Keçən bir video çıxmışdı qabağıma. Bir xanım çixol dəstindən, çixolları belə deyək də, yataq dəstindən ütüləmədən keçirmişdi. Və onun altına nə qədər yorum gəlmişdi. Sən onları nətər ütüləmədən ora keçirdirsən, nətər yatırsan orada. O yataq dəstini adam ütüləyər. Bütün qırış içindədir. Niyə ütüləmirsən bu onları? sualın cavablarını, Yəni adam belə yorumlarda yazarsınız. Oradasın yatırsan. Və Yəni qızlar, oranı əgər səndən videolarımı başqa heç kim bəyənirsinizsə, görmür. videolarımı Təbii ki də bəyənməyi, vlog kanalıma çəkənlər abunə olmağı belədir ki, unutmayın ki, onu bir başqa sizlər üçün insanlar da təzə görür. yeni Amma onsuz sən vloglar orada gəlsin. yatırsan. Yəni Düzdür, çoxdan da vlog ütüləməyin nə paylaşmırdım. mənası Biraz var ki? Motivasiyadan elə düşmüşdüm. Amma bir neçə gün ərzində görürəm ki, peşman abunə olub sayım o o qədər videonu çox alıb paylaşmağa. paylaşmağa. Şükürlər olsun. Sən o bir əlavə çuxulları niyə 50-60 nəfər ütüləmədin? çoxalıb. Sən orada niyə Ona görə biraz yatırsan? motivasiya gəldi. İstədim durum bir sizlər üçün vlog çəkim. Rahat olmarsan, bəlkə mən onları əziyyətimi yerdə yumursan da. qoymarsın inşallah. Ona görə də nə qədər yorum vloglarımı gəlmişdi bəyənməyi, xanıma. mənə abunə olmağı Yəni, unutmayın. nə fərqi var ki? Mən sizlərə bir sual vermək istəyirəm. Onları ütüləyəndə nə olur, ütüləməyəndə nə olur? Aynanı da getirdim ki, qoyum burada makyaj masamın üstünə. Düzdür, mən bunu böyük gözləyirdim, amma həddindən artıq çox balaca gəldi. Belə deyib, baxın, bir qarışın yarısı boyda. Amma yaxşıdır. Qoyum makyaj masası üstündə makyaj etmək olur. Qalsın burada. Keçən səfər demişdim sizə ki, icablarımı bura yığmaq istəyirəm. Hamısını qəşəng yığdım bura. Aralarında bəziləri çirkli idi. Onları düzdür baridini sərmişdim, amma havaları bilmək olmur. Gün çıxmışdı, indi yağış yağdı deyə getirdim, onları qoydum ora, qurusunlar. Ondan sonra onları ütüləyim. Başlayım yerləri toz soranlamağa. Mən sizə demişdim ki, Temu'dan ştativ vurmuşam. Biraz bilməm, bağlamalarda gecikmə oldu deyə o gecikib, o gəlmir hələ. O gəlsin, paltar dolabına yığışdırmaq istəyirəm. Onu yığışdıranda sizlər üçün bir video çəkim. Aparım toz soranı oralara, bütün toz soranıyım. Oraları mətbəxə yer toz soranlamışdım deyə bunu yığmamışdım ki, daha bir dəfəlik toz soranlıyım. Yığışdırdım. Yerlərdə toz soranladım. Hər yeri bir dənə qaldı silmək. Dedim bunu yatızdırım. Ondan sonra gəlib silərəm. Paltaların hamısını atmışam bura ki, kombilər yanmır. Heç olmasa burada belə qurusunlar. Onu da aparaq yatızdıraq.